Aleksandr Yegorovich Varlamov 1801-ci ildə Moskvada anadan olmuşdur. Bəstəkarın atası əvvəlcə hərbiçi, sonra isə kiçik məmur kimi mülki xidmətdə işləmişdi. Böyük musiqi qabiliyyəti, qeyri-adi vokal imkanları Varlamovun artıq uşaqlıq dövründə onun sonrakı taleyini müəyyən etmişdi. 10 yaşındaykən o, Peterburqa göndərilərək Saray Kapellasında kiçik yaşlı müğənni təyin edilir. Bu gözəl xor kollektivində Varlamov görkəmli rus bəstəkarı Bortyanskinin rəhbərliyi altında musiqi təhsili alır. Kapella təhsilindən sonra 18 yaşlı Varlamov Haqaya Rus Səfirlik Kilsəsində xor müəllimi kimi təyinat alır. Burada o ilk dəfə müğənni və gitarçı kimi konsertlərdə iştirak edir. Moskvaya köçdükdən bir qədər sonra Varlamova Moskva teatrı nəzdində musiqi bəstəkarı vəzifəsi təklif olunur. O, dramatik tamaşalara musiqi bəstələyir, başqa müəlliflərin musiqisini işləyir, müxtəlif köçürmələr edir. Bundan başqa bəzən baş kapelmeisteri əvəz edərək orkestra dirijorluq edirdi. 30-40-cı illərin əvvəlində Varlamov Moskva Malay teatrının səhnəsində və Peterburqda qoyulan bir sıra tamaşalara musiqi bəstələyir. Bəstəkar həm də baletə müraciət edir. Onun 2 baleti var idi. Sultanın əyləncələri və Cırtdan oğlan baletləri Moskva Bolşoy teatrının səhnəsində göstərilmişdi. Bu dövrdə bəstəkar romans və mahnı sahəsində də çox işləyir. 1833-cü ildə romansların ilk nəşrindən sonra 10 il ərzində bəstəkarın 85 yeni vokal əsəri nəşr olunur. Varlamovun müğənni, gitarçı və dirijor kimi ifaçılıq fəaliyyəti də az əhəmiyyətli olmamışdı. Varlamov öz romanslarını və xalq mahnılarını konsertlərdə olduqca məharətlə ifa edirdi. Bununla yanaşı o, vokal pedaqoqu kimi populyar olmuşdu. 1840-cı ildə pedaqoji təcrübəsinin ümumiləşməsi kimi onun oxuma məktəbi nəşr olunur. Şkola Penya Rusiyada vokal sənətinin öyrədilməsinin metodikası üzrə ilk iri həcmli dərslik idi. Ömrünün son 3 ilində Varlamov Peterburqda yaşayır. Burada o, yenidən xor kapellasında işləməyə cəhd göstərsə də, buna nail ola bilmədiyindən böyük ailəsinin qayğıları ilə üz-üzə qalır. Vəfatından bir qədər qabaq Varlamov Rus müğənnisi adlı musiqili jurnal nəşr etdirməyə başlayır. Onun məzmunu Rus və Ukrayna xalq mahnılarının fortepiano ilə səs üçün işləmələrdən ibarət idi. Ağır həyat şəraiti bəstəkarın səhhətinə pis təsir edirdi. O, 1848-ci ildə 47 yaşında vəfat edir. Varlamovun zəngin yaradıcılıq irsində onun romans və mahnıları daha əhəmiyyətli yer tutur. Bəstəkar 150-dən çox solo əsəri, bir sıra vokal ansambllar və çox sayda xalq mahnılarının işləmələrinin müəllifi olmuşdu.